Bu neyin kafası canım? Bu genç ve kendine güvenen bir kadının havası canım. Yani insan kendine güvenmeli ki işinde başarılı olsun değil mi? Maqnit selinin dəyişməsi cəryan yaradır. Yəni, induksiya EHQ-sı delta fi böl delta t-yə bərabərdir. Modulu dediyi üçün mənfini nəzərə almayacağım. Baxın, delta fi böl delta t, yəni induksiya EHQ-sı finin törəməsidir. Fi zamandan asılı olaraq xətti dəyişirsə, induksiya EHQ-sı da sabit olacaq. Yəni, A variantındakı, C variantındakı, Y variantındakı, yaxud D variantındakı qrafik kimi, amma B olmayacaq. İkinci hissəsində dəyişmədikdə heç bir induksiya EHQ-sı mövcud deyil, yaranmır, yəni 0 olur. Aha, üçüncüdə isə yenə də yaranır. Sadəcə 3 ilə 1 arasında fərq var. 3-də az bir zaman ərzində fi daha çox dəyişib, amma 1-də çox zaman ərzində fi az dəyişib. Ona görə də 3-də EHQ daha çox qiymət alacaq, daha böyük qiymət alacaq. Doğru cavab A variantıdır.